Salam cəmaət, hər vaxtınız xeyir olsun. Necəsiz? Maşınlarınız necədir? Yaxşısınız inşallah, maşınlarınız da yaxşıdır. Ümid edirəm. Deməli, mən bu maşın mənim yanıma gəlib getməməlidir. Müştərini gözlətməyi xoşlamıram. Amma məncə hər şey öz vaxtında olsa daha yaxşı olar. Deməli, 31 bir dəqiqə gecikmişəm, düzdür. Deməli, nədən çəkməlidim? İstəyirdim ki, sizə bir dənə mükəmməl təmir videosu çəkim. Mükəmməl. Belə, yəni misli olmayan bir dənə təmir videosu çəkim. Daha doğrusu diagnostika videosu. Amma belə baxıram ki, salam, hər vaxtınız xeyir olsun. Deməli, belə baxıram ki, bu günləri o video çıxmayacaq. Bismillah, salam aleykum. Bu maşın haqqında çıxmalıydı video. Amma gördüyünüz kimi mən elə bunu bu vəziyyətdə qoyub çıxıb getmişəm. Qoşulu vəziyyətdəyim elə buna. Amma dərdini aşkar eləmişəm. Və beləliklə biz bunun videosunu görəcəyik gələn həftələrdə inşallah. Bu günləri isə sizə öz diagnostika alətlərimdən danışacağım. Avtomobilləri təmir edib bitireyim. Ondan sonra mənə verilən suallara qarşılıq verəcəm ustalar üçün. Yəni sürücülər baxmaya da bilərlər, sürücülər baxmasınlar. Deməli, məsəl üçün nümunə kimi göstərirəm. Kia Forte'dir avtomobil. Birinci oksigen sensorundan şikayət edir. İndi mən birinci oksigen sensoru burada geniş zolaqlıdır. Gördüyünüz kimi kabellərdən də görsənir. Mən burada həngəmə açmamaqdan ötürü, yəni bir asiloqrafı qoşmamaqdan, digər asiloqrafı qoşmamaqdan ötürü mənə əl asiloqrafı lazımdır ki, orada olan siqnalları görüm, həm də kanı görüm, qızdırıcının vəziyyətini görüm falan ki, həqiqətən də oksigen sensoru haqqında qərar verə bilim. Ona görə də mən belə əl asiloqrafından istifadə edirəm. Yəni bu həm adi bildiyiniz içində voltimetr var, həm tezlik ölçən cihaz var, həm smart sistem rejimdə işləyir, həm də kabelləri yükləyə bilirəm bu ilə, 50 ohm rezistorla kabelləri yükləyə bilirəm ki, qırığı olub olmadığını yoxlaya bilim. Əlbəttə ki, əgər kabel gərginlik altındadırsa. Deməli, indi biz nə edirik? Birinci bu oksigen sensorunun məsələn, ştekerini ayırırıq. Gördüyünüz kimi geniş zolaqlıdır. 6 dəmpini var. Mən əmin olmaq istəyirəm ki, avtomobil tərəfdən hər şey var və bu kod, məsəl üçün, bu kod həqiqətən də oksigen sensorunun xətasıdır. Ona görə avtomobili işə salıram, mütləq. Mütləq. Və smart rejimi qoşuram. Yəni, asiloqrafda həm də içindədir. Burada məndə kan rejim başqadır, baxın. Voltimetr, çıstatemir, yəni tezlik ölçən. Sifravaya şina, yəni rəqəmsal şin. Smart. O sifravaya şina kanı ölçür. Amma smart rejimdə hamısını ölçür. Avtomobil tərəfdən yoxlayıram. Deməli, baxırıq. Siqnal görsün. Siqnal görsün. Və salam, buradan belə bir nəticəyə gəlmək olar ki, avtomobil tərəfdən hər şey var.
Sadəcə oksigen sensoru dəyişməlidir. Ona görə bu avtomobil yanacağı dəhşətli dərəcədə işlədir. Sadəcə nümunə kimi göstərdim. Həddindən artıq çox yerlərdə mənə kömək eləyir. Hara ki, osiloqrafı soxmaq olmur. Deməli, alətləri soruşan ustalar üçün, ustalığa təzə başlayanlar üçün alətləri göstərə bilərəm. Amma sizə bunların hamısı lazım deyil də. Neyəsiz ki, bu qədər şey. Amma yenə də, əgər sizə belə bir maraqlı video lazımdırsa, buyura bilərsiniz. Məsəl üçün, mən istifadə edirəm multiskayner, belə deyək də, diaqondan istifadə edirəm. Bu proqramdan istifadə edirəm. Bunun adapteri də budur. Deməli, elə vəziyyətlər olur ki, məsələn, bu məni vəziyyətdən çıxarda bilmir, çətinliyə qalıram. Onda, məsələn, kömək çağırıram. Scanmatic-dən istifadə edirəm. Düzdür, bu bütün maşınları oxuyur. Demək olar ki, hamısını oxuyur. Amma bəzi şeylər var ki, parametrlər var ki, onları düz göstərmir. Məsələn, Vaz ailəsində, Hyundai ailəsində bəzi parametrləri bu düz göstərmir. Ona görə Scanmatic bu mövzuda daha yaxşıdır. Həm də ki, Scanmatic avtomat Kalashnikov kimi bir şeydir. Yəni, atqaz yoxdur. Həm tırları filan diaqnostika eləyəndə, həm buldozerləri diaqnostika eləyəndə. Nə oldu diaqnostika eləyirəm də bu ilə. Əsasən də iri texnikanı diaqnostika eləməkdən ötürü mən Uralları, sonra Mazları, Vazları, iri Uazları, məsələn, belə şeyləri bu ilə diaqnostika edirəm, bu ilə təmir olunur. Sonra burada məndə Autocom var. Deməli, Autocomdan da CDP Plus-dur məndə gördüyünüz kimi. Orijinal versiyadır, crack deyil. Bundan da istifadə edirəm. Yenə də iri texnikanı diaqnostika eləməkdən ötürü. Əsasən tırları, manları, şaqmanları, nə bilim, nə oldu da, yəni iri texnikanı bu ilə diaqnostika edirəm. Deməli, bu skaynerlər. Bir də ki, əlbəttə ki, xüsusi çipləşdirilmiş YLM 327-dən. Bu da ki, küçə şəraitində filan lazım olur. Elə vaxtlar olur ki, adamı vəziyyətdən çıxardır. Ona görə də bundan da istifadə edirəm. Deməli, 1, 2, 3, 4, deməli, burada məndə Kaline adapter var. Vaqlar filan deyə üstünə yazılıb. Vaqlar üçün Audi, nə bilim, Şkoda, belə şeyləri bu adapterdən diaqnostika. Heç demək olar ki, istifadə olunmur. 2 dəfə istifadə eləmişəm. Kaline adapteri, o birisi skaynerlər oxuyur. Yəni, əsas skaynerlərim bunlardır. Mən bunlardan istifadə edirəm. Birini oğurlatdırmışam. Özümün səhvimdən oğurlayıblar. O launch idi, onu aparıblar o heç. Sonra nədən danışım sizə? Ağır artilleriyadan. Deməli, ağır artilleriyanın yüngül hissəsi. Burada məndə əl osiloqrafı var. Sadə əl osiloqrafıdır. Bundan məncə demək olar ki, 99% ustalarda var. İndi kim necə istifadə eləyir, eləyə bilir, eləyə bilmir, bilmirəm. Amma mənim çox işimə yarayır küçədə. Yəni, elə vaxt olur ki, lazım olur da. Bir osiloqraf. Sonra bunun içində olan ikinci osiloqraf. Yəni, bu da osiloqrafdır. Bir də motor tester osiloqrafdan istifadə edirəm. Diamag 2-dən. Bundan da əlavə məndə Pastalovski osiloqraf var idi. O da indi yoxdur. Nəysə, bəzi səbəblərdən o da yoxdur. Deməli, Diamagın istifadəsində istifadə edirəm hansı şüplardan. Diamagın öz şüpundan istifadə edirəm. Məsələn, bu adi probnikdir. Yəni, adi bildiyiniz iynədir də. Budur, ucu budur. İynədir. Bundan impulsları götürürəm. Bunlar o birisi osiloqrafındır. Bunu həm də Çindən sifariş etmişim, AliExpress saytından. Bunlar da elə adi, yəni şüplardır, osiloqraf şüplardır. Yəni bunu adi Libo elektronik tanıyır. İstədiyiniz elektronikdən soruşarsınız, tanıyır. Belə, massası da bortunda gəlir. Bir də ucuna iynə keçirdirəm də mən, belə.
İynə keçirdirəm, istifadə edirəm. Hə, bir də ki, MT Prom var idi, ona pay vermişəm. Deməli, MT Promun bəzi kabelləri qalıb məndə. Deyibə, bu MT Prom kabelidir. Məsələn, skammatik Diamagın belə impuls kabeli gəlmir. Bu sinxronizasiya sensorudur. MT Pro'da belə gəlir. Bir də MT Pro'dan məndə nə qalıb? MT Pro'dan xəttkeş qalıb, induktiv xəttkeş qalıb. Bu MT Pro'nundur. Bir də MT Pro'nun disk kabelləri qalıb. Silindirlərin paradı filan bu şeyləri yoxlayanda artıq neçə vaxt heç o şeylərlə məşğul olmuram. Heç lazım olmur. İndi avtomobili məsəl üçün iynəyəndə artıq dərdini bilirəm deyənə bunlar lazım olur. Amma elə vaxt olur ki, ağır testlər olur, bunlar lazım olurlar mənə. Sonra bunlar da hamısı Diamagındır. Bu vakum sensorudur. Razrejeni, daşik razrejeni. Bunu göstərdim bayaqları. Sonra Diamagın induktiv xəttkeşi var. Bunu tək almışdım. Heç nəyim yox idi. O bir oscillografla istifadə edirdim. Bunu tək almışdım o vaxt. Sonra nələr var burada? Məsəl üçün, bunlar yenə də paradı yoxlamaqdan ötürüdür. Alışma sistemini yoxlamaqdan ötürüdür. Yəni, belə. Sonra burada məndə induktiv balaca xəttkeş var. Yəni, sinxronizasiya daşik kimi istifadə eləmək olur. Yəni, mən bunlardan istifadə edirəm. Siz məndən soruşursunuz, mən nə bilim. Məsəl üçün, bu kabelin qiyməti səhv eləmirəmsə, əgər yaddaşım məni allatmırsa, səhv eləmirəmsə $32-dır. 32 dollar bunun öz qiymətidir. Bütöv. Məsələn, bunun qiyməti səhv eləmirəmsə, əgər yaddaşım məni allatmırsa, bunun qiyməti $16-dır. Düz oscillografla. Hə, sonra təzyiq sensorundan istifadə edirəm. 7 barrıqdır. Mənim üçün kifayət eləyir. İri avtomobillərə qoşmuram. 7 barrıq silindrin içindəki vəziyyəti qiymətləndirməkdən ötürü mənə bütöv bəs eləyir. Yəni, hər tərəfli məni vəziyyətdən çıxarda bilir. Bu da bunun reduktorudur. Bunu göstərmişdim sizə. Muftası necə düzəltdirimi də short şəklində atmışam. Məsələn, skammatikdən əsasən tipləmədə istifadə edim. Tip alətlərimi göstərməyəcəm. Üzrü sayın. Onları heç göstərmək niyyətimdə yoxdur. Elə belə sadəcə alətləri soruşdunuz deyənə deyirəm. Hansı proqramlardan istifadə edirəm? Skammatik nəyi dəstəkləyirsə ondan istifadə edirəm. Ekranda görürsünüz. Məsələn, bu ilə Mercedes-i də diagnostika olunur, Nissan-ı da diagnostika etmək olur. Toyota-nın da diller aparatına qoşula bilirsən. Diller diagnostikası var məndə. Məsələn, touchstream-i skammatika qoşa bilirsən. Sonra touchstream-dən əlavə Mercedes-in dilleri də buna qoşula bilir. Star yox. Amma digər yəni diagnostika yadımdan çıxdı adı. Xentry. Xentry buna qoşula bilir. Məndə var, burada var. Notebookda var, touchstream var. Sonra Avtocomun öz şey var. Belə deyək də, diagnostik. Sonra abrıvları filan tapmaqdan ötürü alətlər soruşursunuz. Mən də bütün hamısını açıb göstərə bilmərəm. Burada dolu alətdir. Mən də hansını göstərim sizə? Məsələn, burada vakuum metr, kompresyon metri var, tək vakuum metri var, tək kompresyon metri var, əl nasosu var. Əl nasosu dediyim, yəni vakuum yaradan nasos. Deyibə bu cür. Məsəl üçün, deyibə belə bir şey. Yəni, burada yanacaq təzyiqi ölçməkdən ötürü, yəni mayenin təzyiqini ölçməkdən ötürü manometrimdir. Nə başlamaq istəyirsinizsə başlayın. Yəni, nə etmək istəyirsinizsə eləyin. Perometrim var. Perometrdən əlavə təkərlərin sensorlarını tanımaqdan ötürü belə bir şey. Yəni, alət dolu deyə dolu. Alətdən sonra dedim, akkumulyatorun zaryadka qoymaqdan ötürü belə bir alətim var. Orada dolu alətdir. Sonra, nə göstərəcəkdim? Kabel trackerlərim var. 2 dənə. Məsələn, bu bir başqa cür kabel trackerdir. Usta məncə öz alətini alıb yanında saxlamalıdır. Belə bir kabel trackerim var. Sonra bir dənə də belə kabel trackerim var. Yəni, 2 cür kabel trackerim var. Xətlərin qırıqlarını tapmaqdan ötürü.
soruşursunuz orada, məsələn, də belə kabeldir. Məsələn, soruşursunuz orada mən bu avtomobilin yürüşünü filan çəkirəm filan. Xeyr, mən belə şeylərlə məşğul olmuram. Xeyr. Mən avtomobilin yürüşünü çəkmirəm. Yəni dala qabağa belə şeylərlə mən bu şeylərdən həddindən artıq çox uzan adamam və belə şeylərin əleyhinəyəm. Əleyhinəyəm. Dəhşətli dərəcədə əleyhinəyəm. Sonra nədən danışım? Nə suallarınızı verin, mən cavablandırım. Dinamometrik açardır. Məsələn, çox istifadə edirəm həddindən artıq. Yəni onun bunun yanına qaçmaqdansa alın bir dənəsi olsun da, yəni sexdə olsun. Təzə-təzə başlayanda artıq siz necə ayaq götürəcəksiniz onu biləcəksiniz. Artıq burada çox şeylər yox deyə mən buranın demək olar ki 50%-ni yığışdırıb tullamışam. Lazım olmur. Kontrolkalarımı soruşursunuz. Məsələn, yükə verməkdən ötürü lampalı kontrolkadan istifadə edirəm. Mütləq lampalı, yəni kabelin varlığını və yaxud da ki, salamatlığını yoxlamaqdan ötürü, 12 voltun, 14 voltun salamat olmaqdan ötürü mütləq lampalı kontrolkadan istifadə edirəm. İmpuls arada bir diod kontrolkasından istifadə edirəm. İki tərəflidir, biri göy yanır, biri qırmızı yanır. Burada. Belə. Tüsü testimə aparatımı göstərmişəm, əlimlə düzəltmişəm. 3 dənə kontrolkam var, cəmi cümlətanı. Mənə bəs eləyir. Yəni 1, 2, bir dənə də 3. Vəssalam. Belə. Yəni mən avtomobili bu ilə altından girib üstündən çıxa bilirəm. Hər tərəfli. Belə alətlərim var. Nə suallarınız var verin, mən də sizə cavablayım. Heç bir problem yoxdur.